Qızın qeyrətli oğlanlar harda dindi, harda yatıblar. Qız alınmalıdır. Qız Azərbaycanın şah damarıdır, şah. Kəsilibdir o damar. Cərrahi əməliyyat aparıb yenidən Azərbaycana həyat verməlidir. Qızda bilirsiniz, gözəl təbiət vardı. Rəsmidir. Yazda çıxmışdım qıza. Elə bir ki, bu 5 lövhə, 5 rəsmi əsəri gəldi beynimə. Yazırdı, duman gəlib basırdı yolları, gedirdi. Hələ mən çox atla bir boz atım vardı, onunla gedirdim. Bu şeir yazdım. Təkə dağdan indi düzə, qartal qaldı süzə-süzə, əliş quşdan üzə-üzə, yatdı yazın qucağında. Duman atıb kəməndini, halayladı dağ kəndini, aşıb yolun 100 bəndini, batdı yazın qucağında. Külək kimi harayladı, bulut bir gör, nə hayladı, şimşəyini dolayladı, atdı yazın qucağında. Güllə səsi gəldi yenə, vaxt tapmadı cüyür sinə, bir nadanın gülləsinə, çatdı yazın qucağında. Ney qaldırdı avazını, qızlı çaldı sazını, bir gözəl də öz nazını satdı yazın qucağında. Hanı mənim yurdum, hanı mənim vətənim, hanı mənim məskənim, hanı mənim qızım, hanı mənim Şuşam, hanı mənim Laçınım, hanı bilmirəm.